Milli Məclis Azərbaycanda əmək pensiyasının dövlət büdcəsi hesabına maliyyələşdiriləcəyi kateqoriyaların artırılmasına dair qanun layihəsini ilk oxunuşda təsdiqləyib. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Xəbərin ünvanının yaydığı məlumata görə, bu məsələ əmək pensiyaları haqqında qanuna təklif edilən dəyişikliklər çərçivəsində parlamentin bugün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Yeni dəyişikliklərə əsasən qanunun 6.2 maddəsində əhatə olunan şəxslərin siyahısı daha da genişləndirilir. Belə ki, azyaşlı uşaqlara görə güzəştli əsaslarla yaşa görə pensiya təyin edilən şəxslərə, liliput və fizioloji balansı pozulmuş cırtdanboy vətəndaşlara, eləcə də funksional qabiliyyətinin 81-100% itirilmiş və ya 18 yaşına qədər əlilliyi təyin edilmiş şəxslərə. Habelə ahıl vətəndaşlara qulluq etmiş şəxslərin erkən pensiya təminatına aid güzəştlər artıq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Qanun layihəsində nəzərdə tutulan bu dəyişikliklər pensiya kapitalının hesablanmasında da öz əksini tapacaq. Belə ki, qeyd edilən sosial qruplara aid olan şəxslərə verilən güzəşt dövrləri onların pensiya kapitalına daxil ediləcək və həmin müddətlər üçün ödənilən pensiyalar birbaşa büdcədən qarşılanacaq. Bundan əlavə, qanuna təklif olunan digər bir dəyişikliklə mülki aviasiya sektorunda çalışan, xüsusilə uçuş və uçuş sınaq heyətində fəaliyyət göstərən şəxslərin sığorta stajlarının hesablanma mexanizmi yenidən tənzimlənəcək. Bu vəzifə Nazirlər Kabinetinə həvalə olunur. Qeyd olunub ki, hazırda bu sahədə pensiya hüquqları ilə bağlı bir sıra əsaslar müxtəlif qərarlarla tənzimləndiyindən, yeni dəyişiklik normativ əsasların vahid formada tətbiqinə imkan yaradacaq. Müzakirələr zamanı bildirilib ki, təklif edilən dəyişikliklər sosial müdafiə sahəsində dövlətin öhdəliklərinin dəqiq müəyyənləşdirilməsinə, xüsusi sosial müdafiə statusu olan şəxslərin rifahının artırılmasına və pensiya sisteminin dayanıqlı şəkildə inkişafına xidmət edir. Qeyd edək ki, dəyişikliklərin 2025-ci ilin yanvar ayının 1-dən etibarən hüquqi qüvvəyə minməsi planlaşdırılır. Sözügedən qanun layihəsi deputatlar tərəfindən səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.